Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Təhsil İnstitutu tərəfindən təqdim olunan sertifikasiya imtahanına nümunə suallardan kimya fənni ilə bağlı metodika suallarını sizlərə təqdim edirəm. Bu suallar sizin üçün faydalıdırsa, kanala abunə olmağı, eyni zamanda da həmkarlarınıza bölüşməyi unutmursunuz. Həmkarlarınızdan kimya fənninə imtahan verəcək müəllimlər varsa, onlar üçün bu faydalı olacaqdır. Gəlin 51-ci sualla başlayaq. Summativ qiymətləndirməyə aid olanı müəyyənləşdirin. Şagirdin yarımillik qiymətinə təsir edir. Bəli, summativ qiymətləndirmə şagirdin yarımillik qiymətinə təsir edir. Şagirdin gündəlik idraki fəaliyyətini müşahidə edir. Bu formativ qiymətləndirmədir. Summativə aid edə bilmərik. Şagirdin təlim inkişafını izləməyə xidmət edir. Yenə də izləyirsə, bu formativə aiddir. İllik qiymətləndirməyə təsir etmir. Diaqnostik qiymətləndirmə ola bilər. Qiymətləndirmə meyarları mövzuya və dərs ərzində edilən tapşırıqlara əsasən hazırlanır. Formativə aiddir. Summativ qiymətləndirməyə aid olanı istəyir bizdən. A variantını seçə bilərik. Baxaq 52-ci suala. Müəllim şagirdin dərsdə söhbət etdiyini görür, ona bütün sinifin qarşısında irad bildirir. Bu davranış müəllimdə hansı bacarığın zəifliyindən xəbər verir? Hər kəsin, yəni sinif otağında uşağa öz iradını bildirirsə müəllim, təlim materiallarında şagirdin yaş xüsusiyyətlərində uyğunlaşdırma bacarığı zəifdir. Xeyr, yanlışdır bu. Yəni şagirdə irad bildirir. İntizam pozuntusuna qarşı sərt reaksiya göstərmə bacarığı zəifdir. Bu da yanlışdır. Sinifdə kommunikasiya və pozitiv intizam qoruma bacarığı zəifdir. Bəli, əgər müəllim şagird dərsdə söhbət etdiyinə görə bütün sinif qarşısında ona irad bildirirsə, kommunikasiya və pozitiv intizam qoruma bacarığı zəif olduğundan irəli gəlir. Cavab olacaqdır C variantı. Baxaq növbəti suala. Şagird hər gün dərsə gecikir. Müəllim də hər dəfə onun gecikmə səbəbini soruşur. Nəticədə hər gün tədris prosesi bölünür. Bu hal sinifin idarə edilməsi ilə hansı yanlışlığa yol verildiyini xəbər verir. Bu situasiyanın cavabı müəllim sinifdə qayda və prosedur qoymadığından irəli gəlir. Variantlara baxaq. Şagirdlərdən ciddi davranış problemləri vardır. Yanlışdır. İdarə etmə qayda və prosedurlardan istifadə olunmur. Bəli, idarə etmədə qayda və prosedurlar olsaydı, şagird sinifə gecikmə zamanı nə edəcəyini, ardıcıllığı bilərdi. Yanlış olan, yəni doğru olan B variantıdır. Sualın cavabı. Keçid edək növbəti suala. Tapşırıq. Təsəvvür edin ki, siz ekoloji problemləri araşdıran qrupun üzvüsünüz. Sizə müəyyən bir ərazinin içməli suyunun dadı, iyi və tərkibi ilə bağlı şikayət daxil olmuşdur. Sizin öhdəliyiniz 3 fərqli su mənbəsindən nümunə götürüb onların tərkibini, codluğunu, bulanıqlıq dərəcəsini ölçməklə iddianın doğru olub olmadığını müəyyənləşdirmək ibarətdir. Datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli və problemin həlli üçün müzakirələr təşkil edilməlidir. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Müəllim kimya dərsində uşaqlara tapşırıq verir ki, yəni suyun tərkibini, suyun codluğunu, bulanıqlıq dərəcəsini ölçməlisiniz və eyni zamanda müəllim kimyanı datalar toplanmalı, cədvəl şəklində təqdim edilməli, problemin həlli üçün müzakirə təşkil etməlidir. Və burada riyaziyyat fənni ilə əlaqə var. Kimya ilə riyaziyyatın əlaqələndirilməsi var. Variantlara baxaq. Fənlərarası fən daxili. Fən daxili bu situasiyada yoxdur, götürə bilmərik. Fən üstü də yoxdur eyni zamanda. Fən üstü fənlər arasına çıxıq. Fənlər arası var. Yəni Y variantında biz görürük fənlər arasını. Ancaq ki, fən üstü olmadığına görə ikisini bir arada götürə bilmərik. Sualın cavabı yalnız fənlər arası. 54-cü sualda C variantı. Növbəti sualımıza keçid edək. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıbdır. Tökülən turşunun miqdarı təxminən 100 milli, konsentrasiyası isə 1 millidir.
Sən şagird laboratoriya kimi bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Artıq burada şagird verilənə aid olaraq plan hazırlayacaqdır. Tapşırıq bulun taksonomiyasının hansı mərhələsinə uyğundur deyir bizə. Variantlara baxaq: anlamaq, təhlil etmək, dəyərləndirmək, xatırlamaq, tətbiq etmək. Baxın, şagird kimi bu tökülən məhlulun təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan verilənlərə əsasən biz planı hazırlayacağıq. Verilənlərə əsasən planı hazırlamaq artıq tətbiq etmək mərhələsi ilə əlaqəlidir. Cavab olacaqdır Y variantı, tətbiq etmək. Növbəti suala baxaq. 56-cı suala. Sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparır. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 448 ml olmuşdur və bu zaman 0,50 qram X metalı istifadə edilmişdir. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdir. Tapşırıq bulun taksonomiyasının hansı mərhələsinə uyğundur? Bizə ilk olaraq bildirir ki, X ilə işarə olunmuş naməlum bir metalla təcrübə aparır. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş, nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur təzyiq şəraitində toplanan hidrogen qazının həcmini bizə verir. Daha sonra bu zaman 0,50 qram X metalı istifadə edilmişdir. Təcrübə zamanı istifadə olunmuş metalı, yəni X metalını artıq biz burada hansı olduğunu tapmalıyıq və tapşırığa əsasən yenə də biraz öncə də bir tapşırıq verilmişdi. Bulun taksonomiyasını istəyirdi. Biz tətbiq etmək götürmüşdük. Hal-hazırda da verilən sualın cavabı tətbiq etməkdir. Nəyə görə? Çünki bizdən X metalı tapmamızı istəyir. X metalı bizim tapmamız, yəni bir araşdırma aparıb biz bunu tapacağıq. Və nəticədə də tətbiq etmək. Sualın cavabı olacaqdır B variantı, tətbiq etmək. Baxaq növbəti suala, 57-ci suala. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir, lakin kömək də istəmir. Belə olan halda nə edərdin? Hansı cavab şagirdin əməkdaşlıq və problem həll etmə bacarığının yüksək olduğunu göstərir? A variantı. Ona köməyə ehtiyacı olduğunu hiss etmədən dəstək göstərməyə çalışardım. A variantı qalsın. Bundan sonunda yenidən qaydarıq. Digər variantlara baxaq. Gözləyərdim ki, özü kömək istəsin. Əgər istəmirsə, bu onun məsuliyyətidir. Mən qarışmazdım. Burada, yəni bacarıq, əməkdaşlıq, problem həll etmə bacarığı bir o qədər yüksək deyil. Yəni əməkdaşlıq edən zaman uşağın özü də bir addım atmalıdır, amma burada gözləyir ki, özü kömək istəsin. C-yə baxaq. Müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir. Müəllim özü tədbir görsün. Yəni də burada əməkdaşlıq bacarığından söz gedə bilməz. Mən onun yerinə işi tamamlamağa çalışardım ki, qrup işi yubanmasın. Yenə də yoldaşının yerinə nəysə hazır şəkildə etməsi də doğru deyil. Yəni, problem həll etmə bacarığı bu zaman uşaqda formalaşmayacaqdır. Öz işimi vaxtında bitirib digərlərinə qarışmazdım. Hər kəs öz məsuliyyətini daşımalıdır. Yenə də burada əməkdaşlıq bacarığı aktiv deyildi. A variantına qaydaq. Ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Bəli, əməkdaşlıq və problem həll etmə bacarığı bu şagirddə yüksəkdir. Cavabımız olacaqdır A variantı. Növbəti suala baxaq. 58-ci sual. Sinifdə plastiklər, gündəlik rahatlıq yoxsa ekoloji təhlükə mövzusunda dərs keçirsiniz. Şagirdlər qruplarla işləyərək təqdimat hazırlayırlar. Bir qrup yaxınlaşdıqda görürsünüz ki, bir şagird bütün işləri tam yerinə yetirir, digərləri isə diqqətsiz və passivdir. Müəllim bu vəziyyətdə qrup daxili əməkdaşlığı artırmaq və bütün şagirdlərin iştirakını təmin etməsi üçün hansı addımı atsa daha effektiv olar. Qrupa xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcək. Qrupun yanına gedərək vəzifə
vəzifələri özünüz bölüşdürürsünüz. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə və iştiraka etməyə təşviq edirsiniz. Çalışan şagirdi ayıraraq işi tək başına tamamlamasını tapşırırsınız. Qrupu olduğu kimi buraxırsınız ki, problemi özləri həll etsinlər. Yəni burada şagirdlərin özlərinin passivliyi var, diqqətsizliyi var. Biz o uşaqları problemlə həll etməyə baş-başa saxlasaq, əlbəttə ki, uşaqlar bunun öhdəsindən özləri gələ bilməyəcək deyə Y variantını bizim doğru hesab eləməyimiz düzgün olmazdı. Çalışqan şagirdi ayıraraq, yəni çalışqan şagirdi digər uşaqlardan ayırıram və pasiv şagirddən ayıram tək başına eləsin. Burada şagirdlər arasında ayrı seçkilik var. Bu da doğru olmayacaqdır. Sakitcə yaxınlaşıb suallarla onları düşünməyə, iştirak etməyə təşviq edərdiniz. Bəli, C variantı uyğun olar. Qrupun yanına gedərək vəzifələri özünüz bölüşdürürsünüz. Yenə də burada şagirdlər arasında ayrı seçkili etməyimiz var. Qruplara xəbərdarlıq edirsiniz ki, qeyri-bərabər iştirak qiymətə təsir edəcəkdir. Bu da yanlış yanaşmadır. Bizə deyir, müəllimin bu vəziyyətdə qrup daxili əməkdaşlığını artırmaq üçün, bütün şagirdlərin iştirakını təşviq etmək üçün uşaqlara biz yaxınlaşıb, çətinlik çəkdiyi məqamla bağlı onları düşündürürük və iştirak etməyə təşviq edirik. Bu doğru hal sayılacaqdır. Cavab olacaq C variantı. Baxaq 59-cu suala. Şagirdlər arasında artıq uzun müddətdir ki, konflikt vardır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagirdlər sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Müəllim ümumi valideyn iclası keçirir və bu problemin hamı ilə birlikdə həll etməyə çalışır. Valideyn iclası keçirməyimiz doğru da deyil. Çünki şagirdlərdən birinin valideyni bunu tələb eləyir. Ümumi valideyn iclası keçirməkdənsə, həmin valideynlə biz özümüz təklikdə danışmamız daha mı bu məqsədə uyğun olardı? Özü problem həllinə çalışmadan şagirdləri və onların valideyni direktorun yanına aparmalıdır. Yəni, bəlkə özümüz cəhd eləsə bunu aradan qaldıra bilərik. Yəni, bir bismillah etməmiş direktorun yanına valideyni aparmamız doğru yanaşma deyil. Yəni, bəlkə də özümüz bunu həll edəcəyik. Şagirdlərin problemini bütün sinifin şagirdləri ilə müzakirə etməyimiz, bu da doğru yanaşma hesab edilmir. Şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışır, onda empatiya hissini yaratmağa çalışır. Bəli, bunu empatiya hissi aşılamağımız, fərdi şəkildə danışmağımız doğru addım hesab edilə bilər. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxardır və müzakirəni tələb edir. Bu da eyni zamanda pedaqoji şuraya aparmaqdır, direktorun yanına aparmaqdır. Yəni pedaqoji şuraya çıxartmamız bunlar yanlış yanaşmadır. Yəni müəllim özü bunu həll edə bilər. Həll edə biləcəyimiz bir şeydirsə, biz kənar müdaxilələrə yol verməməliyik. Özümüz valideynlə bunu birlikdə həll etməyə çalışmalıyıq. Sualın cavabı da olacaqdır D variantı. Baxaq. Növbəti 60-cı suala baxaq. Qrup işi zamanı qrupun tapşırıq üzərində işləmədiyin əvəzində ucadan danışaraq və vaxt itirdiklərini görürsünüz. Bu, digər qrupların da diqqətini yayındırır. Siz bu vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinif mühitini qoruyub saxlamalısınız. Bu situasiyada hansı fəaliyyət daha effektiv olacaqdır? Problemin həlli. Sinif fəaliyyətini tam dayandırırsınız. Səs tonunuzu qaldıraraq söhbət edən qrupa xəbərdarlıq edirsiniz ki, əgər bu davranış davam edərsə, bütün qrupa töhmət və cəza veriləcəkdir. Nəticə, bu yanaşma şagirdləri ciddi bir mesaj verir və vəziyyəti sürətlə nəzarət almağa kömək edir. Bu, yəni verilən situasiyaya olaraq bizdən doğru olan yanaşmanı istəyir. Şagirdə fəaliyyəti dayandırıb uşaqlara bir növ belə deyək də səsimizi qaldırmağımız və eyni zamanda töhmət və cəza verməyimiz doğru hesab edilmir. Yəni anı doğru kimi götürə bilmərik. Qrupa ucadan gözlənilən davranışları xatırladırsınız və suallar verirsiniz. Qrup olaraq tapşırıq üzərində necə irəliləyirsiniz və ya yenidən tapşırığı fokuslanmanız üçün kömək lazımdırmı? Bu, şagirdlərin diqqətini cəmlədiyinə əmin olmağa kömək edəcəkdir. Yanlış yanaşma deyil, amma ki verilən situasiyaya da uyğun deyil deyə biz B-ni götürə bilmərik.
Baxaq C variantına. Qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətinizlə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz ki, eyni zamanda sinfin digər hissəsi ilə məşğul olmağa davam edirsiniz. Problem həlli isə bu şagirdlərə sinif qaydalarını xatırladır, yenidən tapşırığa cəlb olunmasına təmin edir. Bəli, biz C-ni doğru kimi götürə bilərik. Verilən situasiyaya uyğun daha effektiv yol C variantı olacaqdır. Sualımızın cavabı olacaqdır C variantı və hal-hazırda kanala biologiya fənni ilə bağlı, kimya fənni ilə bağlı olan metodik sualları təqdim etmişəm, kanalda var, baxa bilərsiniz və gün ərzində də çalışacağam ki, digər fənlərin də metodik suallarını YouTube kanalında paylaşım. Əgər sizin üçün faydalıdırsa, kanala abunə olmağı, həmkarlarınızla paylaşmağı unutmursunuz. Sağ olun, salamat qalın.